Qədirxum bayramı vilayət və imamət bayramıdır. Bu bayram bağlıdır Əmir əl-Müminin Həzrəti Əli İslamla. Düzdür? İndi imam gör nə deyir. İmam buyurur. Hər kəs Qədirxumda oruç tutanlara iftar versə, onun mükafatı, savabı 1 milyon peyğəmbərə, övliyaya, övsiyaya, şəhidlərə iftar vermişdir. Heç bir yerdə bu savab yoxdur. Heç bir yerdə başqa da bu savab yoxdur. Amma buyururlar ki, gərək özünüz də ən yaxşı evdə yediyiniz yeməyi verəsiniz. Pendir çörəklə yola salama, soğan çörəklə. Özün evdə cüzə pula yəsən, kabab tikədən, lülədən yəsən. Yox, ən yaxşı yeməyi verirsən, imam deyir, 1 milyon Allahu Akbar peyğəmbər, şəhidlər, onların savabını qazanırsan. Qardaşım, bu fürsəti əldən vermə.